İzləyicilər bir daha salamlayırıq. Qəhrəmanlar deyərik Biləsuvarda şəhidimiz Dəmirli Hüseyn vətən uğrunda canından keçdi. Təki vətən sağ olsun deyən qəhrəmanımızın 10-cu il dönümüdür. Ruhu qarşısında baş əyirik. Allah cəmi şəhidlərimizi rəhmət eləsin. Özümüzə borc bildik bu günləri şəhid ocaqlarında olaq. Çünki haqları ödənilməzdir. O haqdır ki, canlarından keçdi. Bizim rahat sərbəst azadlığımız uğrunda can verərək təki vətən sağ olsun deyək. Ağam, gələn ayaqların var olsun. Biz də özümüzə borc bildik ki, hər şəhid ocağında olaq. Zaman keçsə də şəhidlərimizi sosial şəbəkələrdə və əlimizdən nətər gəlirsə o cürdə gənc nəsilə çatdıraq. Bu gün də istərdim ki, bu qəhrəmanımızın ocağında sizdən bir iki kəlmə götürək. Buyur. Bismillahirrahmanirrahim. Allah'ın adıyla inşallah. Biz de bu akşam gelmişik bu şehidimizin il dönümünü yad ile inşallah. Allah Teala yanında en uzak məqamlardan biri elə şəhidlik zirvəsidir. Allah bu şəhidimizi rəhmət eləsin və bütün şəhidlərimizi rəhmət eləsin. Allah yaralı əsgərlərimizə şəfa versin tezliklə inşallah. Və o əsgərlər ki, vətənimizi, dövlətimizi qoruyur, onlar da Allah hifz eləsin inşallah. Sizlərə də can sağlığı arzu edirəm inşallah. Bu yolla davam edirsə, çox sağ olun, təşəkkür edirəm inşallah. Var olasın. Təşəkkür, var olasın. Hazıram, buyur. Allah şəhidlərimizə rəhmət eləsin. O cümlədən Hüseyin balamıza. Allah qazilərimizə can sağlığı versin, şəfa versin. Cəmi şəhidlərə var həmişə. Çox sağ ol, təşəkkür. Şəruz buyur. Allah ruhuna şad etsin. Allah imamımızı sağ olsun. Var olasın. Sakal bir iki kəlmə. Allah şəhidimizi rəhmət eləsin. Bütün şəhidlər Allah rəhmət eləsin. Gənc olmaq var olasın. Təşəkkür edirəm. Allah sizi var eləsin. Gələn ayaqlarınız var olsun deyirəm. Əlbəttə bu günləri şəhid ocağında olmaq hər biri Azərbaycanın borcu olduğu kimi siz də özünüzə borc bilibsiniz. Nəinki bu gün Dəmirlinin həyətində hər bir şəhidin ocağında olmaq hər bir Azərbaycanın borcu. Təşəkkür edirəm. Gənc olmağına baxmayaraq ziyalı olan müəllimimizdən də, Cavud müəllimdən də söz götürmək istəyərdik. O da öz fikirlərini. Şəhidimizə rəhmət eləsin. Hüseyin də daxil olmaqla bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Yaxınlarına sağlık. Allah rəhmət eləsin. Təşəkkür. Əlbəttə bu gün rahat, sərbəst, azad torpaq üzərində gəziriksə, torpaq altında yatan, vətən üçün canından keçən, təki vətən sağ olsun deyən qəhrəman şəhidlərimizə borcluyuq. Bədəninin müəyyən hissəsini vətən uğrunda qurban verib, gecəni səhərə qədər sızıltı ilə açan, qolundan qıçına və bədəninin müəyyən hissəsindən keçən qazilərimiz var. Allah şəfa versin deyirik. Və etiranlarımıza can sağlığı versin. Bax, bu günlər əsgərindən zabitinə kimi əldə silah çürəkli bayraq altında şərəfsiz ermənləri bir addım da torpağımıza buraxmadan təki vətən sağ olsun deyib, sinələrin qarşıya verib bizləri qoruyur. Allah ordumuzu qorusun və bu günləri nə qədər aprel və fərqi yoxdur, bütün şəhidlərimizin ruhu şad olsun deyirik. Çünki onların həqiqətən də ağam, haqları ödənilməzdir. Bir haqq var ki, belə deyim də, boynumuzda haqları valideynlərimizdir, müəllimlərimizdir və bir də başımızın tacı olan təki vətən sağ olsun deyən şəhidlərimizdir. O şəhidlərdir ki, gənc yaşlarında öz arzularını yarımçıq qoyub, torpaq altında yatırlar. Eləsi evin yeganə övladı. Eləsi ailəsinin, övladın və nişanlı olmağına baxmayaraq öz canlarından keçdi. Gəlin hər zaman qanı ilə tarix yazan vətən uğrunda canından keçən şəhidlərimizi yaddan çıxartmayalım. Çünki bir adət, ənənə olaraq gənc nəsilə də çatdıralım. Var olasınız, gələn ayaqlarınız var olsun və bir daha şəhidlərimizin ruhu şad olsun. Amin.